Məktəbdaxili qiymətləndirmənin ikinci növü olan formativ qiymətləndirmə haqqında danışaq. Deməli, formativ qiymətləndirmə şagirdlərin gündəlik olaraq fəaliyyətlərinin izlənilməsidir. Şagirdlərin inkişafının izlənilməsidir. Məsəl üçün formativ qiymətləndirmək deyəndə ağlınıza gələn əsas açar sözlərdən biri olsun ki, şagirdlərin fəaliyyətinin izlənilməsi. Şagirdlərin gündəlik olaraq fəaliyyətləri izlənilir. Onların fəaliyyətlərindəki irəliləmələri, geriləmələri müəyyənləşdirilir. İrəliləmə varsa, deməli hər şey qaydasındadır. Əgər geriləmə varsa, deməli ortada bir problem var. Yəni şagirdi inkişafdan geri saxlayan hər hansısa bir problem var. Formativ qiymətləndirmə məhz həmin o problemi, çətinliyi nədirsə onu müəyyənləşdirir və daha sonra onun aradan qaldırılması üçün müəyyən həll yolları tətbiq olunur. Formativ qiymətləndirmə diaqnostik qiymətləndirmə kimi rəsmi qiymətləndirmə deyil, yəni nəticələri rəsmi sənədlərdə öz əksini tapmır. Nəticələr şagirdlərin gündəliyində, müəllimin formativ qeyd dəftərində qeyd olunur, şagirdin portfoliosunda saxlanılır. Gündəlikdə isə nəticələr, sözlər və yaxud da ki, səviyyələr üzrə öz əksini tapır. Formativ qiymətləndirmə tədris ilinin əvvəlindən sonuna qədər hər gün mütəmadi şəkildə aparılan qiymətləndirmədir. Yəni şagird hər gün, hər dərs aldığı qiymət, həmin dərsdən aldığı nəticə onun formativ qiyməti hesab olunur. Dərs boyu formativ qiymətləndirmənin həyata keçirilməsi üçün sual-cavabdan, yoldaş qiymətləndirməsindən, özünü qiymətləndirmədən, düşün, bölüş, paylaş, şagird jurnalı, doğru-yanlış fikirlər, çıxış bileti, rubriklər, işıq-for, 3-2-1 kimi üsullardan, daha doğrusu vasitələrdən istifadə olunur. Gəl indi bunlar haqqında daha dərindən məlumatlarla tanış olaq. İlk öncə işıq-for üsuluna baxaq. Deməli, işıq-for üsulu tətbiq olunmamışdan əvvəl müəllim şagirdlərə yaşıl, sarı və qırmızı rəngdə kartlar təqdim edir. Dərsin müəyyən bir mərhələsindən sonra, anlayış keçiriləndən, mövzu təqdim olunandan sonra şagirdlərə həmin o kartların hansısa biri qaldırılması tələb olunur. Əgər yaşıl rəngi qaldırırsa şagirdlər, deməli, onlar mövzunu, anlayışı tam olaraq dərk ediblər. Sarı rəngi qaldırıblarsa, deməli, mövzunu tam olaraq başa düşməyiblər. Yəni, müəyyən yerə qədər anlayıblar. Bəzi məqamlar hələ də onlar üçün sual altındadır. Qırmızı rəng kartı qaldıran şagirdlər isə bildirirlər ki, onlar ümumiyyətlə mövzunu başa düşməyiblər. Onlar üçün mövzunun yenidən təkrar izaha ehtiyacı var. Yəni, o mövzu sıfırdan təkrar həmin şagirdlər üçün tədris olunmalıdır. Şagird jurnalı nədir? Şagirdlər özlərinə aid bir dəftər, belə deyək də, tuturlar. Həmin dəftərə hər gün ya da ki, həftə ərzində hansısa bir dərsdə öyrəndiyi yenilikləri qeyd edirlər. Onlar üçün rahat olan strategiyaları qeyd edirlər. Qarşılaşdıqları problemləri, həmin o problemi həll etmək üçün müəyyən həll yollarını qeyd edirlər. Və belə olduqda onlar müəyyən müddətdən sonra həmin o dəftəri açıb baxırlar və yazdıqları strategiyaları, qeyd elədikləri məqamı təkrar özləri üçün təkrarlamış olurlar. Sual-cavab zamanı müəllimlər təlim prosesində açıq və qapalı suallardan istifadə edə bilərlər. Düzdür, daha çox üstünlük açıq suala vermək lazımdır. Amma eyni zamanda qapalı suallardan da məqamında istifadə etmək lazımdır. Açıq sual nədir, qapalı sual nədir? Qapalı suallar faktlara əsaslanan suallardır. Başqa sözlə desək, hafizəyə əsaslanan suallardır. Ya da ki, belə deyək ki, hazır konkret cavabı olan suallardır. Yəni, qapalı suallar zamanı şagird heç bir düşünmə prosesi həyata keçirmir. Nə zamansa, nə vaxtsa öyrəndiyi hər hansısa bir məlumatı xatırlayır və onunla bağlı qarşı tərəfə öz cavab variantını səsləndirir. Açıq suallar isə qapalı suallardan fərqli olaraq şagirdi düşünməyə vadar edən suallardır. Yəni, şagirdlərin təfəkkürünü inkişaf elətdirən suallardır. Ümumiyyətlə, açıq suallarda konkret bir həll yolu, konkret bir cavab variantı olmur. Belə suallar adətən hər şagird öz nöqteyi nəzərindən suala yanaşır və öz cavab variantını səsləndirir. Ona görə də açıq suallar şagirdin təfəkkürünü, düşüncəsini, təxəyyülünü inkişaf elətdirən suallar hesab olunur. Məhz təlim prosesində də açıq suallardan daha çox istifadə olunması məqsədə uyğundur. Müəllimlər istər açıq suallar verən zaman, istərsə qapalı suallar verən zaman şagirdlərə düşünmə vaxtı, gözləmə vaxtı verməlidir. Bu vaxt çox əhəmiyyətlidir. Çünki əgər müəllim şagirdə gözləmə vaxtı verməzsə, yəni şagirdə sual verib anında ondan cavab gözləyirsə, istədiyi cavabı ala bilmirsə və yaxud da ümumiyyətlə heç cavab ala bilmirsə, o zaman
həmin sualın cavabını ya özü verir, ya da başqa bir şagirddən anındaca tələb eləyirsə və bu prosesi davamlı hala gətirirsə, artıq o cavab verməyə vaxtı olmayan şagird, düşünməyə vaxtı olmayan şagird yavaş-yavaş təlim prosesindən və yaxud da ki, həmin fənnin özündən soyumağa başlayır. Amma müəllim şagirdə nə qədər çox düşünmə vaxtı, gözləmə vaxtı təqdim eləyərsə, belə olan halda şagird düşünür, mövzu haqqında fikirlərini formalaşdırır, məlumatı yadına salır, xatırlayır və həmin o suala öz yanaşması ilə ya da ki, hazır faktlara istinad edərək cavabını verir. Belə olduqda müəllim artıq şagirdlərdə açıq düşüncə tərzini inkişaf elətdirmiş olur. Növbəti vasitə çıxış biletidir. Çıxış bileti dərsin sonuna 5 dəqiqə qalmış bir müddət ərzində tətbiq olunur. Müəllim lövhəyə bir neçə dənə refleksiya sualı qeyd eləyir və şagirdlərə həmin o sualı cavablandırmaq tapşırılır və təbii ki, şagirdlərə müəyyən kağız parçaları daha doğrusu paylanır ki, şagirdlər öz cavab variantlarını həmin o kağızlarda qeyd eləsinlər. Daha sonra müəllim həmin o kağız parçalarını şagirdlərdən təhvil alır və orada yazılan fikirləri özü üçün təhlil eləyir. Eyni zamanda 3-2-1 üsulundan da istifadə eləmək olar. 3-2-1 üsulu necə tətbiq olunurdu? Mövzu təqdim olunurdu, yəni keçilirdi. Daha sonra şagirdlərə 3-2-1 iş vərəqləri paylanılırdı. Uşaqlar həmin o vərəqlərdə keçilən mövzu ilə bağlı öyrəndikləri 3 cümləni qeyd edirdilər. Mövzudan onlara daha maraqlı gələn 2 cümləni qeyd edirdilər və mövzunun başa düşmədikləri hissəsini bir cümlə şəklində sual formasında qeyd edirdilər və daha sonra yenə müəllim həmin o kağızları toplayırdı, təhlil eləyirdi, nəzərdən keçirirdi. Sonra şagirdlər üçün hansı məqam təzədən izah olunmalıdırsa, hansı məqam təzədən keçirilməlidirsə, həmin məqamlar üzərində yenidən işlənilirdi. Növbəti vasitələrdən biri özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi. İlk öncə özünü qiymətləndirmə haqqında danışaq. Əvvəlcə bunu qəbul etmək lazımdır ki, sinifdə qiymətləndirmə prosesini təkcə müəllim aparmır. Burada şagirdlər özlərini də qiymətləndirə bilərlər, eyni zamanda yoldaşlarını da qiymətləndirə bilərlər. Özünü qiymətləndirmə şagirdin özünün öyrənməsini dəyərləndirməsidir, öz öyrənməsini ölçməsidir. Təlim məqsədinə çatmaq üçün nəyi bilir, nəyi bilmir, nəyi inkişaf elətdirməlidir ya da nəyi nə dərəcədə bilir, özü haqqında başqa sözlə desək məlumat toplamasıdır. Özünü qiymətləndirmə adətən yoxlama cədvəlləri vasitəsilə həyata keçirilir ki, məsəl üçün mən burada kimya fənni üzrə özünü qiymətləndirmə nümunəsi qeyd eləmişəm. Meyarlar bunlardır ki, kimyəvi birləşmələrlə elementləri fərqləndirə bilirəm, molekullar modellərinə əsasən formulları tərtib edə bilirəm, sadə kimyəvi birləşmələri adlandıra bilirəm. Şagird bu meyarlar üzərində özünü qiymətləndirir. Əgər birinci meyar üzrə nəticəsini yaxşı hesab eləyirsə, yaxşı üzrə qiymətləndirmə aparır. İkinci meyar üzrə orta hesab eləyirsə, orta üzrə qiymətləndirmə aparır. Üçüncü meyar üzrə yenə yaxşı hesab eləyirsə, yaxşı üzrə qiymətləndirməni aparır və yekunda həmin bu cədvəl nəticəsində şagird öz belə deyək də fəaliyyətinin hansı səviyyədə olduğunu, təlim məqsədinə nə dərəcədə çatıb-çatmadığını özü üçün müəyyənləşdirə bilir. Özünü qiymətləndirmə qədər yoldaş qiymətləndirməsi də böyük önəm daşıyır təlim prosesində. Çünki yoldaş qiymətləndirməsinin məqsədi ondan ibarətdir ki, şagirdlər öyrənmə prosesinə bir-birinə kömək eləsinlər. Yoldaş qiymətləndirməsi daha çox qrup işlərində şagirdlərin bir-birinin fəaliyyətini dəyərləndirmək üçün daha böyük əhəmiyyət daşıyır, daha əlverişli rol oynayır. Mən şəkildə yoldaş qiymətləndirməsi üçün bir nümunə göstərmişəm. Meyarları bunlardır ki, komanda ilə işləmə bacarığını nümayiş elətdirir, fikirlərini aydın və dəqiq ifadə edə bilir. Fikir ayrılığı olsa belə başqalarının fikirlə hörmət ilə yanaşır. Qrup daxilində şagirdlər bir-birlərini bu meyar üzərində qiymətləndirə bilirlər. Razı olduqlarını meyarlarla qarşısında üstəgəl işarəsi, razı olmadıqlarının qarşısında üstəgəl işarəsi qoyaraq yoldaş qiymətləndirməsi prosesini həyata keçirmiş olurlar. Mövzuda diqqət eləməli olduğumuz digər məqamlardan biri də rəylərdir. Rəylər və yaxud da ki, əks əlaqə. Rəy nədir? Rəy şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı və etdiyi cəhdlər haqqında verilən məlumatdır. Ümumiyyətlə, rəylər təkcə bizim məktəb həyatımızda, təlim-təhsil həyatımızda deyil də, adi normal həyatımızda da istifadə etdiyimiz bir prinsipdir, bir anlayışdır. Çünki gördüyümüz işlərin sonunda çox vaxt o işlə bağlı müsbət və yaxud da ki, mənfi rəylər ala bilirik. Rəy vermək müəllimlə şagird, şagirdlə
müəllimlə şagird arasında olan ikitərəfli informasiya mübadiləsidir. Təlim prosesində rəylər konstruktiv və destruktiv olmaqla iki hissəyə belə deyək də bölünür. Konstruktiv rəylər doğru olan rəylərdir, düzgün olan rəylərdir. Destruktiv rəylər isə yanlış olan rəylərdir. Başqa sözlə desək, şagirdi inkişafdan saxlayan rəylərdir. Təlim prosesində isə müəllimlər daha çox konstruktiv rəylərdən istifadə etməlidir. Konstruktiv rəy nədir? Konstruktiv rəy şagirdin fəaliyyətindəki uğurları da, uğursuzluqları da bildirən və həmin o uğursuzluqları, başqa sözlə desək, çatışmazlıqları aradan qaldırmaq üçün yolların da göstərildiyi bir rəy formasıdır. Konstruktiv rəylə bağlı 2 dənə nümunə qeyd eləmişəm. Biri fizika fənninə, digəri isə ədəbiyyat fənninə aiddir. Fizika fənninə aid olan nümunə budur ki, təqdimatında mövzunu sadə və aydın izah etməyin çox yaxşıdır. Xüsusilə qrafiklər və şəkillərlə izah verməyin mövzunun daha anlaşılıqlı olmasına kömək etdi. Bununla yanaşı nitqində daha çox fiziki terminlərdən istifadə etsən və bəzi qanunları gündəlik həyatdan nümunələrlə əlaqələndirsən, təqdimatın daha maraqlı və yadda qalan olar. Rəyə diqqət eləsəz gördük ki, burada şagirdin düzgün elədiyi davranışlar, yəni başqa sözlə desək, uğurlarda vurğulanır. Şagirdin fəaliyyətindəki çatışmazlıq olan hissələr də bildirilir və o həmin hissələri, yəni çatışmazlıqları necə aradan qaldıra bilər, işini daha düzgün, daha yaxşı şəkildə necə inkişaf elətdirə bilər, göstərə bilər. Bunun yolu da şagirdlərə göstərilir. Digər nümunə isə ədəbiyyat fənninə aiddir. Belədir ki, mövzuya yaradıcı yanaşmağın diqqətimi çəkdi. Xüsusilə obrazların xarakteristikasını analiz etməyin və müəllifin ideyasını öz baxış bucağınla izah etməyin çox yaxşı alınıb. Bununla yanaşı arqumentlərini daha da gücləndirmək üçün əsərdən konkret statlar gətirsən və məntiqi keçidlərə biraz daha diqqət eləsən, yazın daha təsirli olar. Yenə şagirdin fəaliyyətində uğurları, doğru atdığı addımlar bildirilir. Daha sonra yarımçıq və yaxud da ki, daha belə deyək də az şəkildə atdığı addımlar da göstərilir və həmin addımları, həmin o fəaliyyətindəki çatışmazlıqları necə aradan qaldıra bilər, hansı yollarla aradan qaldırıla bilər, onunla bağlı konkret istiqamətlər də şagirdə gördüyünüz kimi təqdim olunmuşdur. Konstruktiv rəylərdən fərqli olaraq destruktiv rəylər şagirdin inkişafının qarşısını alan rəylərdir. Başqa sözlə desək, şagirdin gördüyü işdə ancaq uğursuzluqların əsas götürüldüyü rəylərdir. Məsəl üçün 2 dənə nümunə yenə yazmışam burada. Musiqi fənnində deyir ki, İvan çox zəif idi, nə ritmi tuta bildin, nə də melodiyanı düzgün səsləndirdin. Belə davam etsən heç vaxt yaxşı ifaçı ola bilməzsən. Burada nə baş verir? Şagirdin yanlışları, çatışmazlıqları ancaq şagirdin üzünə vurulur, belə deyək. Ancaq o çatışmazlıqları necə aradan qaldıra bilər, bununla bağlı heç bir fikir ifadə olunmur. Biologiya fənnində də həmçinin sən fotosintezin necə baş verdiyini ümumiyyətlə anlamamısan, izahın qarışıq və səhvlərlə doludur. Yenə ancaq şagirdin uğursuzluqları vurğulanır. O yanlışları, o uğursuzluğu necə aradan qaldıra bilər, onunla bağlı heç bir istiqamət şagirdə verilmir. Bu baxımdan da destruktiv rəylər şagirdin inkişafının qarşısını alır. Çünki ancaq uğursuzluq vurğulanır və uşaq bilmir nəyi inkişaf elətdirməlidir, necə inkişaf elətdirməlidir. Buna görə də destruktiv rəylərdən təlim prosesində ümumiyyətlə istifadə olunmamalıdır. Destruktiv rəylərə aid digər bir nümunə ola bilər ki, şagirdlərin ancaq emosiyalarının təriflənməsi. Məsəl üçün, afərin, sən çox ağıllısan, sən çox zəkalısan, sən çox istedadlısan, mən səndən bu nəticəni gözləyirdim, mükəmməlsən tipli rəylər verilir ki, bunlar da destruktiv rəylər hesab olunur. Çünki bu tip rəyləri davamlı şəkildə müəllim hər dərs şagirdə təqdim eləsə, şagirddə yersiz bir ego formalaşdırır. Mən onsuz da bilirəm, mən mükəmmələm və yavaş-yavaş şagirddən səhv etməkdən qorxmaq hissini formalaşdırır. Çünki o daim müəllimin gözündə mükəmməl olmağa özünü belə deyək də hədəfləyir və müəllimin ona verdiyi o afərin, sən çox əlasan, sən çox zəkalısan tipli rəylər davamlı şəkildə tətbiq olunduqda, şagirdə verildikdə artıq o fikirləşir ki, mən hansısa bir yanlış fikir söyləsəm, hansısa bir yanlış addım atsam, müəllim gözündə artıq mən savadsız, heç nə bilməyən bir şagird roluna düşəcəm. Ona görə də çalışmalıyam ki, həmişə mükəmməl olum. Amma təbii ki, yenə deyirəm, bu tip rəyləri davamlı şəkildə şagirdə vermək olmaz. Nadir hallarda bu tip rəylərdən istifadə eləmək olar. Digər bir məqam isə nədir? Digər bir məqam odur ki, məsəl üçün, afərin, əhsən, əla, mükəmməlsən tipli sözlər təkcə destruktiv rəylərdə deyil, konstruktiv rəylərdə də istifadə oluna bilər. Bunu necə fərqləndirə bilərik? Afərin
əhsən, əla, mükəmməlsən sözlərindən sonra gələn cümlənin məzmununa fikir verməliyik. Əgər məzmun şagirdin ancaq uğursuzluqlarını vurğulayırsa və yaxud da şagirdin ancaq zəkasını tərifləyirsə, bu rəylər destruktiv rəylər hesab olunur. Yox, əgər bu tip sözlərin sonunda gələn cümlələr şagirdin uğurlarını da vurğulayır, uğursuzluqlarını da vurğulayır, o uğursuzluğu necə aradan qaldıra bilər, onlar da həmin rəydə bildirilirsə, artıq bu tip rəylər konstruktiv rəylər hesab olunur.